Hər kəsə salam, dəyərli şagirdlər, dəyərli abituriyentlər. Bugün mən sizə Güvən nəşrlərinin 5-8-ci siniflər üçün olan kitabından sınaq 5 və sınaq 6-nı izah edəcəm. Sınaq 5-in izahına keçək. Birinci sualın izahına keçək. Birinci sualımız qarşılıqlı bucaqlar biz bilirik ki, bir-birinə bərabərdir. İki düz xəttin kəsişməsi nəticəsində alınan bucaqlardır. Deməli, biri 2x üstəgəl 20 olur, biri də 7x minus 35-dir. Bunları bir-birinə bərabər edib həll edirik. 7x minus 35 bərabərdir 2x üstəgəlinsin 20. 2x sola keçsə çıxılacaq 5x, 35 sağa keçsə toplanacaq 55. X də bərabərdir 11. Cavab 11 dərəcədir. X-i tapın. C variantı. İkinci sualımız aşağıdakilərdən hansı cədvələ uyğundur? Deməli, verilən variantlarda 2-yə bölünür. 2-yə və 5-ə bölünür. 3-ə bölünməz. Bölünür. Amma 3-ə bölünməz. Bölünmür. Deməli, A variantına baxsaq heç 2-yə bölünmür. Keçdik B variantında 3'e bölünür, olmaz. C variantında 2'ye bölünmür. Bir dənə D variantı uyğun gəlir ki, həm 2'ye, həm 5'e bölünür və 3'e bölünmür. Üçüncü sualımızda, üçüncü sual, bir dəqiqə. A minus B'ni tap. Burada A minus B, gəlin A'nın elementlərini yazaq. 1, 2, 3, 4, 5, 6 və 7'dir. Və B'nin elementlərini yazsaq 0, 2, 4, 6 və 8'dir. A minus B o deməkdir ki, yəni bunların kəsişməsini birinci tapmalıyıq. Ortaq olanlar. Ortaq olanlar nələrdir? 2'lər və 4'lər, başqa bir də 6. İndi A çoxluğuna baxırıq ki, ortaq olanlar olan elementləri çıxırıq. Yerdə nə qalır? 1, 3, 5, 7. Yəni 4 dənə element qaldı. Cavab 4. A variantı. Dördüncü sualda 8'də 5 hissəsi 20 olan ədədi. Hissəsinə görə ədəd tapmaq üçün ədədi hissə göstərən ədədə bölmək lazımdır. 20 bölünsün 8'də 5 bərabərdir 20 vurulsun 5'də 8. İxtisar getsə 4, 4'ü də 8'ə vursaq 32. Cavab B bəndi. Sonra 5-ci sualda deyir satıcı 50 manata aldığı məhsulu neçə manata qoymalıdır ki 20% endirim etdikdən sonra 20% gəlir əldə olunsun. Deməli burada birinci satıcı 20% gəlir əldə etməlidir. 100 üstə gəlinsin 20 bərabərdir 120. Biz əvvəl 50'nin 120%'ini tapmalıyıq. 50'ni vuram 120'yə bölürəm 100'ə. 100'ə ixtisar getsə bunlar ixtisar gedir. 5'i də 12'yə vursaq 60. Deməli 60 manat olmalıdır. Amma 20% endirim edir. 20% endirimi bu 60 manat olandan sonra edib. 20% endirim eləyəndə də 100'dən 20'ni çıxırıq 80% olur. 80%. Deməli 80%-i 60 manat olan ədədi tapmalıyıq. Bundan ötürü faizə görə ədədi necə tapırdıq? Ədədi 100'ə vururduq. Yəni 60'ı 100'ə vurub 80'ə bölməliydik. 20'yi ixtisar getsə 80'dən 100. Burada 5, burada 4. 4 ilə də 60 ixtisar getsə 15. Bərabərdir 15 vurulsun 5 bərabərdir 75 manat. Cavab A variantı. Sonra 6-cı sualda x bərabərdir 0,25. Yəni 100'də 25 kimi yazaq. Yəni bu 4'də 1 deməkdir. İndi kök altında 6 minus 24 vurulsun 4'də 1 deməkdir. Bu da 4'də 1'lər ixtisar gedir 6. Deməli kök altında 6 minus 6 kök altında 0. Bundan da kök 0 çıxacaq. Cavab A variantı. Keçdik 7-ci sualda. 7-ci sualda bu zigzag məsələsi ilə də eləyə bilərik. Qələm üsulu da eləyə bilərik əslində. Baxın. Bura zigzaqla eləyəndə bura 140'dırsa, daha doğrusu üzr istəyirəm. Bura 40'dırsa, onda bunun qonşu bucağı 140 olacaq. Bura olsun 160 və bura x. Zigzaq üsulunda nə demişdik? Sağ tərəfdəki bucaqların cəmi sol tərəfdəki bucaqların cəminə bərabərdir. Yəni x üstə gələ 140 bərabərdir 160'a. X də bərabərdir 20. Bizdən də x istədiyinə görə cavab C variantı olacaq. 8-ci sualda A ədədini 5'ə böldükdə qalıqda 3 alınır. A bölünsün 5 bərabərdir. Qismətdə hər hansı bir
Ən kiçik qisməti götürə bilərik. 1 götürək, qalığı da 3 götürək. Onda A-nı tapsaq, A bərabərdir 5 vurulsun 1, üstə gəl 3 bərabərdir 8. Bunu belə də tapmaq olar. İndi A kvadratını yerinə qoyuruq. Yəni 8-in kvadratı 64. 64-ün 5-ə bölünməsindən alınan qalıq bərabərdir 12. Qalıqda da 4 düşəcək. Qalıq 4. Belə də tapa bilərik. Bu birinci yol. Birinci üsul. İkinci üsulda ilə qalığımız 3 deyil. Qalığı A-nın yerinə qoyuruq, hesablayırıq. Deməli A bərabərdir 3. 3-ün kvadratı nədir? A kvadrat. Çünki A kvadratını deyir də. 3-ün kvadratı 9. 9-u 5-ə bölürük. 1, qalıqda da 4 qalır. Görürsünüz, eyni qalıq alındı. Bu da ikinci üsul. Hansı üsulla istəsəz yaza bilərsiniz. Cavab 4, D variantı. 9-cu sualda NA verilir. Bizim birləşmə düsturumuz var idi. Çoxluqlarda NA birləşir B bərabərdir. NA üstə gəl NB çıxılsın NA kəsişir B bərabərdir. NA-nı verib 7, NB-ni verib 12, çıxılsın kəsişməni də verib 2. O da bərabərdir 17. Cavab 17, D variantı. 10-cu sualda mən bunların hamısını yazıram. A bərabərdir 3 tam %45. Bunun yanına 0 artırıram. Sonra B bərabərdir 3 tam 4, 5. 5 burada dövr edir. 5, 5, 5 belə dövr edəcəyim və bu sıfırları da artıraq bura. C bərabərdir 3 tam 4. Burada 45 dövr edir. 45, 45. İndi tam hissələr eynidir. Tamdan sonraki ədədlərə baxaq. 3 dənə bu 2-3 dənə ədədə baxın. Tamdan sonraki baxın bu hissəyə. 450, 455, 445. Hansı böyükdür? Təbii ki 455. Yəni B böyükdür. Sonra 450 A'dan, o da böyükdür 445 C'dən. Ya da C kiçikdir A'dan, kiçikdir B'dən. C kiçikdir A'dan, kiçik. D variantı. Baxın. Sonra 11-ci sualda deyir, bu nisbətlər baxın. A bölünsün B bölünsün C. 2-nin 3-ə və 4-ə. Bu deməkdir ki, birinci ədədimiz 2-dir. Sonra ikinci ədədimiz 3-dür. Dördüncü ədədimiz, üçüncü ədədimiz də yəni 4-dür. C 4-dür. Deməli, A bərabərdir 2 yazıram. B bərabərdir 3 yazıram. C bərabərdir 4 yazıram. Gətirib yerinə qoyaq. A üstə gəl C bölünsün B. A'mız 2, üstə gəl C'miz 4. Bölünsün B'miz 3. Bərabərdir 6 bölünsün 3 bərabərdir 2. Cavab C bəndi. Sonra 12-ci sualda kök altında 60, üstə gəl kök altında 5 minus kök altında 3'ün mötərizə kvadratı bərabər. Kök altında 60, 4 necə yazın? 4 kök altında 15 deməkdir. Bunu belə yazmaqla 2 kök altında 15 deməkdir. İndi bu mötərizə kvadratına baxsaq. Birincinin kvadratı, kök altında 5'in kvadratı 5. Üstə gəl 5 yazıram. Birinci, ikinci hasilinin 2 misli. Bax, kök altında 5'i, baxın belə, kök altında 5'i kök altında 3'ə vursaq və bunu da 2 misli. Eləyəcək 2 kök altında 15. Çıx, axı çıx olacaq. 2 kök altında 15. Üstə gəl ikincinin kvadratı, yəni 3'ün kvadratı 3. Bərabərdir. 2 kök altında 15'lər islah gedəcək. Biri mənfidir, biri müsbətdir. 5'in üstünə 3 gələndə də 8. Cavab 8, D variantı. Keçəyin sonuncu, daha doğrusu növbəti 13-cü şəkilə. Daha doğrusu 13-cü suala. 13-cü sualda qonşu bucaqların fərqi 80-dir. Kiçiyin dərəcə ölçüsünü tap. Qonşu bucaqların cəmi 180 dərəcədir. X plus Y 180 qoyuruq qaydaya əsasən. Fərqində 80 verib. X minus Y də bərabərdir 80. Tərəf-tərəfə toplasaq 2x bərabərdir 260. X də bərabərdir 130. Bizdən nə? Kiçik bucaq soruşur. Onda Y də bərabərdir 50 dərəcə. Cavab 50, D variantı. 14-cü sualda 25A və 4 ədədini 3'ə bölünərsə aşağıdakılardan 3'ə bölünərsə A aşağıdakılar hansı ola bilər? 3'ə bölmə əlaməti rəqəmlərin cəmi 3'ə bölünməlidir. A üstə gəl 2, üstə gəl 5, üstə gəl 4 bərabərdir. A plus nə olacaq? 9, 11. İndi A'nın yerinə nə qoysaq 3'ə bölünər. 11'in üstünə bax, məsələn A variantında 8 var da. 11'in üstünə 8 gəlsək 19 ödəməyəcək. 11'in üstünə 6 gəlsək 14, 17 o da ödəməyəcək. 11'in üstünə 4 gəlsək 15 ödəyəcək. Deməli
A bərabərdir 4 olarsa 4 üstəgəl 11 bərabərdir 15. 15 də 3-ə bölünür. Ona görə cavab C variantı olacaq. 15-ci sualda kəsişməni. Kəsişmə hər ikisində ortaq olanlardır. Yəni ikisinin də ortaq elementləri. Burada olacaq 7, 8, 2, 4. Deməli N, A kəsişir B bərabərdir 4 dənə elementi var. Cavab A variantı. Sonra 16-cı sualda 9,4 vurulsun 12,6 çıx 9,4 vurulsun 2,6 bərabərdir. Mən burada görürsünüz hər ikisində eyni vuruq 9,4 var da. 9,4'ü ortaq vuruq kimi çıxardıram. Qalır 12,6 çıxılsın 2,6 bərabərdir. 9,4 vurulsun. Bunu çıxanda eləyəcək 10. Bunu da 9,4'ü 10'a vursaq 94 eləyəcək. Cavab D variantı. 17-ci sualda bu tənlikdir və tənasüblə x plus 1 bölünsün 3 bərabərdir. 3 bölünsün 4. Çarpaz vuraq. 4x üstəgəl 4 bərabərdir. 9. 3'ü də 3'ə vursaq 9 eləyəcək. 4x bərabərdir. 9'dan 4 çıxsa 5. X də bərabərdir. 5 bölünsün 4. Yəni 1 tam %25. Cavab A variantı. 18-ci sual. Kök altında 78 ədədi hansı 2 tam ədədi? Deməli bunun tam hissəsini tapmalıyıq ilk öncə. Bu hansı ədədin kvadratına yaxındır? 8 olmaz. Çünki 8 üzr istəyirəm. 9 olmaz. 9'un kvadratı 81. Deməli bundan 8 tam nə qədərsə çıxır. Deməli bu 8 ilə kökatda 78 yazsaq 9 arasında yerləşir. 8 və 9 cavab A variantı. Sonra 19-cu sualda düz xətt üzərində 5 nöqtə götürülmüşdür. Alınan şua sayı 2n düsturuna hesablanır. N də burada nöqtə sayıdır. N'imiz 5'dir. Deməli şua sayı 2 vurulsun 5 bərabərdir 10. Cavab C variantı olacaq. Sonra 20-ci sualda deyir A çıxılsın B və böl 11. Sadələşdir. Bu deməkdir ki 11A çıxılsın 11B bölünsün 11. Surətdən 11'i mötərizə xaricinə çıxarsaq A minus B bölünsün 11. 11'lər ixtisar gedir. Qalacaq A minus B. Cavab B variantı. 21-ci sualda hər üçünün kəsişməsi N, A kəsişir, B kəsişir, C. Hər üçünün kəsişməsi bax orta hissədir. Bu 4. 4'dür. Bir dənə yəni sayını soruşur bizdən. O da bərabərdir 1 olacaq. Bunu belə 4 ancaq 4 yazaq. Yəni sayı da bir dənədir. Cavab B variantı. 22-ci sualda 310 bölünsün 103 ədədin tam hissəsini. Bunu bölsək 3 tam 103'də 1 eləyəcək. Bizdə tam hissə, baxın, 3 üstəgəl 103'də 1 deməkdir. Yəni tam hissə də 3 olacaq. Cavab 3 D variantı. 23-cü sualda uyğun tərəflər paralel bucaqlar x-in mümkün qiymətlərinin cəmi tapın. Uyğun tərəfləri paralel və ya perpendikulyar olan bucaqlar iki cür olmalıdır. Ya birinci halda eyni adlı olarsa, eyni adlı. Eyni adlı olanda bu bucaqlar bərabərdir. Yəni 5x üstəgəl 60 bərabərdir 3x üstəgəl 80. 2x bərabərdir 60'ı sağa keçirsə çıxılacaq 20. X bərabərdir 10. Birinci halda x-imizin qiyməti 10 oldu. İkinci halda bu bucaqlar müxtəlif adlı olacaq. Müxtəlif adlı. Bu zaman onların cəmi 180'ə bərabərdir. Yəni 5x üstəgəl 60 plus 3x plus 80 bərabərdir 180. Ödəyəcək 8x bərabərdir 60'dan 80 cəmi 140 eləyir. Sağa keçirib çıxırsa 40 eləyəcək. X də bərabərdir 5. İkinci halda x-imiz 5 oldu. Bizə deyir x-in cəmini tap. X-in mümkün qiymətlərin cəmi. Yəni 10 üstəgəl 5 cavab 15. Cavab 15 olacaq. 24-cü sualda hansı ədədin 15% 50'nin 24%-nə bərabərdir? Hansı ədəd? Bilmirik. Bir y ədədi götürürəm mən. Deməli, y-in 15%-ni tapmaq üçün y-i 15'ə vurub 100'ə bölməliyəm. Bərabərdir deyir 50'nin 24%-ni. Yəni 50'ni də vururam 24'ə, bölürəm 100'ə. 100'lər ixtisar gedəcək. Sonra burada 24 ilə 15 ilə 3'ə ixtisar gedər.
Burada 5 qalar, burada 8 qalar. Sonra 5 ilə də 50 ixtisar gedər, 10 qalar. Deməli, y bərabərdir 10 vurulsun 80, 8 bərabərdir 80. Deməli, 80 ədəd olacaq. Cavab 80. 25-ci sualda ən kiçik 6 rəqəmli natural ədədin standart şəkildə yazılışına qiymətli hissə ilə tərtibin cəmini tapın. Ən kiçik 6 rəqəmli ədəd o deməkdir ki, 1 yanında 5 dənə 0, yəni 100.000 deməkdir. İndi 100.000-i biz standart şəkildə yazmalıyıq ki, 1 vurulsun 10 üstü 5. İndi bunun qiymətli hissəsi 1 oldu, tərtibi də 5 oldu. Bizdən bunların cəmini istəyir. A üstəgəl n bərabərdir 1 üstəgəl 5 bərabərdir 6. Sınaq 6-da birinci suala baxaq. Deməli, kvadratın sahəsi 91% azalarsa, onun tərəfi neçə faiz azalar? Ümumi 100-dür, çıxıram 91% azalır. Deməli, 9% qalır. İndi mən 9-u ədədə çevirəm. 9%-i ədədə çevirəndə 100-ə bölməliyəm də. Edir 0,9. Deməli, A kvadratı 0,9-a bərabərdir. A da bərabərdir 0,3-ə. İndi bunu faizə çevirsəm, axı deyir tərəf neçə faiz azalır? A bərabərdir 0,3 vurulsun 100 bərabərdir 30%. 30% olub. Nə qədər azalıb 30% olub? Deməli, 100-dən 30-u çıxıram. 70% azalıb. Cavab Y bəndi. 70% azalıb. İkinci, paralel, uyğun tərəflər paralel bucaqlar alfanı tapın. Uyğun tərəflər paralel olan bucaqlar ya eyni adlıdır, ya müxtəlif adlı. Eyni adlıdırsa bir-birinə bərabər. Müxtəlif adlıdırsa cəmi 180 dərəcəyə bərabərdir. İndi burada alfa plus beta 160-dır. Cəmi 180 deyilsə, deməli bunlar eyni adlıdır. Eyni adlı. Onda beta bərabərdir alfa olacaq. Gətirib betanın yerinə alfa qoyaq. Çünki bizdən alfanı istəyir. Alfa plus alfa 160. 2 alfa. 2 alfa. 2 alfa bərabərdir 160. Alfa da bərabərdir 80 dərəcə. Cavab 80 dərəcə Y bəndi. Üçüncü sualda deyir aşağıdakilərdən hansı n'in bütün qiymətlərində təkdir? A variantında n tək bütün qiymət deyirsə, n'in yerinə bir dəfə tək ədəd qoyuram, n'in yerinə bir dəfə cüt ədəd qoyuram. İndi A variantında tək ədəd qoyaq. 8 vur 1 üstəgəl 6 bərabərdir 14 cüt oldu. Amma bizdən tək olmasını istəyir. Deməli A variantı keçdi. B variantına keçək. 4 vurulsun 1 üstəgəl 9. Bu elədi 13. Hələ ki tək qiymətində tək alındı. İndi keçək cüt qiymətinə. 4 vurulsun 2 üstəgəl 9 17. Gördünüz, həm tək qiymətində tək alındı, həm cüt qiymətində tək alındı. Deməli cavab B variantı olacaq. Dördüncü sualda A minus B'ni tapın deyir. A minus B o deməkdir ki, A elementindən kəsişmə ortaq olan elementləri çıxırıq. 4, 5, 1, 2, 3. Burada 6, 7, 8, 9'dur. Deməli A minus B, baxın bu hissədir. Bura. Yəni olacaq 1, 2, 3. Hə, element sayını soruşur bizdən. O da eləyəcək 3 dənə elementi var. Cavab B variantı. Sonra 5-ci sualda hissəsinə görə ədədi tapanda ədədi hissə göstərən ədədə vurmalıyıq, bölməliyik. 20-ni bölürəm 8-də 5-ə. Bərabərdir 20 vurulsun 5-də 8. İxtisar getsə burada 4, 32. Cavab 32, cavab 32 C bəndi. 6-cı sual. İrrasional. İrrasional ədədlər kök altına kök çıxmayan ədədlərdir. Misal üçün 4 tam dövrdə 3 deyil, mənfi 3də 1 də deyil. Kök altda 144 də deyil. Çünki bundan 12 çıxır. Olacaq pi üstə gəlinsin 2. Çünki pi burada 3 tam %14 və s. üstə gəl 2. Yəni bu irrasional ədəddir. Onda natural ədəddən nə ilə toplasaq yenə irrasional ədəd alınacaq. Sonra kök altda 1 tam 121 də deyil. Çünki o 1 tam onda 1'in kvadrat. Bir də kök altında 27. Bundan heç nəyin kökü çıxmır tam olaraq. Deməli neçəsi deyirsə ikisi. Cavab D variantı. Sonra 7-ci sual. Deyir məhluldakı suyun miqdarı duzun miqdarından 50% çoxdur. Suyun miqdarı duzun miqdarına. Bu deməkdir ki su bölünsün duz bərabərdir
Duzumuz 100'dür, suyumuz 150. 50 ixtisar getsə, məxrəcdə 2, surətdə 3. Yəni su bərabərdir 1,5 duz olacaq. İndi bizə məhlul nəyə bərabərdir? Məhlul. Ümumi məhlulumuz su üstəgəl duzdur da, duz. İndi K da qəbul edə bilərik bunlar. Suyumuz 3K-dır, duzumuz 2K-dır. Deməli, ümumi məhlulumuz oldu 5K. Bizə deyir ki, məhluldakı qatılığı tapı. Yəni, o deməkdir ki, duz bölünsün məhlul. Məhlul vurulsun 100. Duzumuz oldu nə? Duz. Hanı? Bir dəqiqə, üzr istəyirəm. Hə, duzumuz 2K-dır da. 2K bölünsün 5K, ümumi məhlumumuz 5K-dır, vurulsun 100. K-lar ixtisar gedir. 5 ilə 100 ixtisar gedəcək, 20 qalacaq. 2 vurulsun 20 bərabərdir 40%. Cavab 40, B bəndi. 8-ci sualda bizdən deyir, X-i tap. Hə, deməli bu açıq bucaqdır. Açıq bucaqda 180 dərəcədir. Bura X-dir, bura 70'dir, bura 55'dir. X plus 70 plus 55 bərabərdir 180. X plus 125 bərabərdir 180. X də bərabərdir olacaq 55. Cavab A variantı. Sonra 9-cu sualda təkliflərdən hansı doğrudur? 4-ə bölünən ədədlər 8-ə bölünür. Xeyr, bu səhvdir. Çünki 4-ə bölünən ədədlərdən 8-ə bölünən də var, bölünməyən də var. Tutaq ki, 4-ə bölünən 16. Həm 4-ə bölünür, həm 8-ə. Tutaq ki, 4-ə bölünən başqa bir rəqəm seçək, 28. 4-ə bölünür, 8-ə bölünmür. Deməli, bu səhvdir. Sonlu rəqəmi 9-a bölünən ədədlər 3-ə bölünür. Xeyr, bütün rəqəmlərin cəmi 3-ə bölünən ədədlər 3-ə bölünür. Sonra, rəqəmlərin cəmi 3-ə bölünən cüt ədədlər 6-ya bölünür. Bəli, burada C variantı doğrudur. Rəqəmlərin 6-ya bölünmə əlaməti nə idi? 2-yə və 3-ə bölünməlidir. Deyir, rəqəmlərin cəmi 3-ə bölünür. Deməli, rəqəmlərin cəmi 3-ə bölünsə, bu 3-ə bölünür. Cüt ədədlər, bütün cüt ədədlər də 2-yə bölünür. Cavab C variantı düz olacaq. Sonra 10-cu sualda deyir ki, A və B rəqəmləri 0,2 kəsilər arasında yerləşir. Neçə fərqdə A 0,100-də AB kəsiri var. Deməli, 0,2 böyükdür 0,12-dən. İndi gəlin belə eləyək də. Deməli, 0,12 və başlanğıc buradan başlayır. Son 0,20 yazaq bunu. Bax, bu aralıqda hansı ədədlər var? 0,13, indi buradan yazağım. 0,13, 0,14, 0,15, 0,16, 0,17, 0,18, 0,0 bir dəqiqə. 0,19. Bunlar yerləşir. Neçə dənə oldu? Burada oldu 1, 2, 3, 4, 5, 6, 7 dənə. Cavab 7 dənə D variantı. Sonra 11-ci sualda x bölünsün 2 bərabərdir 12 bölünsün 5. Tənasübün kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Tənasübün əsas xassəsi. Deməli 5-i qız, 5-i vuram x-ə. X bərabərdir 2-ni vururam 12-yə, bərabərdir 24. Yəni x bərabərdir 24 bölünsün 5. Bu deyəcək 4,8. Cavab B variantı. 12-ci sualda deyir ki, OC şüası AOB kör bucağının tənbölənidir. Kör bucaq biz bilirik ki, 90 dərəcə ilə 180 dərəcə arasında yerləşməlidir. 12-ci sualda deyir ki, AOB şüası, yox daha doğrusu, OC şüası AOB niyə belə oldu ki? 12-ci sualda deyir OC şüası AOB kör bucağının tənbölənidir. Deməli, AOB. Bu da OC şüası olsun, C. Bu da tənböləndir. İndi kör bucaq biz bilirik ki 90-dan böyükdür, 180-dən kiçikdir. Yəni 90-dan 180 dərəcə arasında olmalıdır. A variantını mən bura 40 qoysam ödəməyəcək. Çünki 40-ın cəmi 80-i verir. Bu olmaz. Keçdi B variantını. Hə, deyir, ola bilməz. A isə biri A variantıdır. Olmaz. Sonra
Yəni birinci, daha doğrusu A variantı yox da birinci olmaz. Sonra 60 dərəcə qoysaq, 60, 60 qoysaq, 60, 60 qoysaq olar. Bu çünki cəmi 120 verəcək. Olar. İkinci olar. Keçdik. 80, 80'i qoysaq, bu da olar. 160, bu da olar. Amma 100 ilə 100'ü qoysaq olmaz. Cəmi 200'dür. Deməli, hansı olmaz? Birinci və dördüncü olmaz. Birinci və dördüncü. Hardadır? Birinci və dördüncü C variantı. Cavab C variantı. Sonra onu 12'ni dedik, keçdik o biri səhifəyə. 13-cü sualda deyir ədədlərindən neçəsi sadədir? Sadə ədəd 1'ə və özünə bölünən ədədlərdir. 11, 21 sadə deyil, 3'ə və 7'yə bölünür. 31 sadədir, 41 sadədir, 51 sadə deyil. Rəqəmlərin cəmi 3'ə bölünür. Deməli 3'ə bölünür. 61 sadədir, 71 sadədir, 81 sadə deyil, 9'a bölünür. 91 də sadə deyil, çünki 7'yə bölünür. Deməli, neçəsi oldu? 5 dənəsi. Cavab 5, C variantı. 14-cü sualda NA ver kəsişməyin birləşmə. Birləşmənin düsturu var. NA birləşir B bərabərdir. NA üstə gəl NB çıx NA kəsişir B bərabərdir. NA-nı verib 18 üstə gəl 12 çıxılsın 4. Aha, o da eləyəcək 26. Cavab A variantı. Sonra 15-ci sualda. Məxrəci alan düzgün kəsrlərin heç birini sonlu onluq kəsr şəklində göstərilməsi mümkün deyil. Hansı ola bilər? Bizə deyir ki, sonlu onluq kəsr şəklində göstərmək üçün məxrəc 2 üstü n, ya 5 üstü n, ya da 10 üstü n olmalıdır da. A olmaz, çünki A2'nin A ancaq 2 üstü 4, 2'nin qüvvətidir. Olmaz, keçdik. B de olmaz, çünki 25, 5 üstü 2'dir. Bu da olmaz. C de olmaz, çünki məxrəc tutaq ki 36'da 9 yazsam, bu ixtisar get 4'də 1 qalır. Bunu göstərmək olacaq da, bu da uyğun gəlməyəcək. D variantına baxın bir dənə. 49'da 1. Bir dəqiqə. Bunu heç cür göstərmək olmur da. Yəni burada nə 2 vurğu yoxdur, nə 5 vurğu yoxdur, nə də 10 vurğu yoxdur. Ona görə bu olmaz. Cavab oldu D variantı. Olmaz deyir bizə. 16-cı sualda 2 kök altında 7 ədədin tam hissəsini tapın. Mütləq bunu biz kök altına salırıq. Ondan ötürü 2'ni kvadrata yüksəldirəm. Yəni 4 vurulsun 7 bərabərdir kök altında 28. İndi bunun nəyin kvadratı 28'ə yaxındır? Təbii ki 5'in. Deməli bundan 5 tam nə qədərsə çıxacaq. Bizdən tam hissəni soruşur. Cavab 5 olacaq. 17-ci sualda. Orta hədləri 12, kənar hədlərindən biri 8 olan, 18 olan tənasibin digər həddini tapın. Deməli, kənar həddi 18 bölünsün 12 bərabərdir. 27 bölünsün x yazıram. Biz tənasibin əsas xassəsinə görə bilirik ki, orta hədlərin hasili kənar hədlərin hasilinə bərabər. 18x bərabər 12 vurulsun 27. 27 ilə 18 nəyə ixtisar gedər? 9'a. Burada 2 qalar, burada 3. 2 ilə də 12 ixtisar gedər, elə 6 qalar. X bərabərdir 6 vurulsun 3 bərabərdir 18. Elə digər kənar həddə 18 imiş. 18-ci sualda deməli bunlar görürsüz uyğun tərəfləri paralel olan müxtəlif adlı bucaqlardır. Çünki biri iti bucaqdır, biri kör bucaqdır. Deməli bunların cəmi 180 dərəcəyə bərabərdir. Alfa bölünsün beta bərabərdir 2'nin 3'ə. Deməli alfamız 2x'dir, betamız 3x. Cəmi olsa 5x bərabərdir 180. X bərabərdir 36. Bizdən nə istəyir? Alfanı. Alfa bərabərdir 2 vurulsun 36 bərabərdir 72 dərəcə. Cavab 72 olacaq. Sonra 19-cu sualda. Əbob hasilinin ona bölünməsindən alınan qalıq tapın. Deməli, əbob ilə əkobun hasili bu ədədlərin hasili deməkdir. 24 vurulsun 38 və bunun ona bölünməsinə alınan qalıq tapın. Bunun ən rahat yolu son rəqəmlərin bir-birinə vurmaqdır. 4 vurulsun 8 bərabərdir 32 də. Deməli, bu ədəd belə əvvəlki rəqəmləri bizə lazım deyil. Son rəqəmi 2 ilə qutarır. Son rəqəmi 2 ilə qutarırsa, bizdə dedik ki, ona
10'a bölmə əlaməti nədir? Sonu 0 ilə qurtarmalıdır. Deməli, burada qalıq 2 qalacaq. Cavab qalıq 2. Sonra 20-ci sualda keçsək, 20-ci sual. Deməli, bizdə B minus A-nı 3 verib, ümumi A elementində A çoxluğunun element sayında 4 verib. Bura 3'dür, bura ümumilikdə də 4'dür də. İndi A birləşir B-nin element sayıda o deməkdir ki, 3 üstə gəl 4 bərabərdir 7. Cavab 7 olacaq. 21-ci sualda 4-də 33 ədədinin tam və kəsr hissəsini tap. Deməli, bunu bölsək, eləyəcək 8 tam 4'də 1. Burada tam hissə 8'dir, kəsr hissə 4'də 1. 8 vurulsun 4'də 1 bərabərdir, ixtisar getsə 2. Cavab 2 qalacaq. Cavab 2. Sonra 22-ci sualda. Uyğun tərəflər perpendikulyar olan bucaqların fərqi cəminin 60%-nə bərabərdir. Fərqi, yəni x minus y bərabərdir. Uyğun tərəflər perpendikulyar olan bucaqların müxtəlif adıdırsa, deməli, cəmi 180 dərəcədir də. İndi fərqi də, yəni x minus y də 180'in 60%-dir. 180 vuru 60 bölünsün 100 deməkdir. Buradan almalıyıq ki, x plus y bərabərdir 180. X minus y də, bu yüzlər ixtisar gedir. 6'ın 18'ə vursaq 108 eləyəcək. Tərəf-tərəfə toplasaq 2x bərabərdir 288. X bərabərdir 144. Bizdən nə böyüyünü tapdıq? Elə baxın, tapdıq. Cavab 144. 23-cü sualda. AB ədədlərinin ortaq olmayan sadə vurğuların hasili 12'dir. Yəni C 12'dir. AB hasili də 768'dir. Bizdə əkob AB üstəgəl əbub AB-ni tap deyir. Buna aid düstur var idi. Əkob AB bərabər kök altında A vur B vur C. Gətirib yerinə qoyaq. A vur B, yəni 768 vurulsun 12 bərabərdir. Kök altında 768 12'ye bölünür. Eləyir 64 vurulsun 12. 768'i belə yazdım və vur 12'də buradakı 12'dir. Bərabərdir. 64'dan kök 8 çıxacaq. 12 vur 12'dən kök elə 12. Vursaq 96. Deməli, bunların əkobu 96'dır. İndi əbobunu tapaq. Əbob AB bərabər kök altında A vur B bölünsün C bərabərdir. Kök altında 768 bölünsün 12 bərabərdir. Kök altında 64, bundan da kök 8 çıxacaq. İndi deyir, bunların cəmini tap. Deməli, 96 ilə 8'i toplamalıyam. 96 plus 8 bərabərdir 104. Cavab 104. 25-ci sual, ən sonuncu sual. Bir boru boş hovuzu 4 saata doldurur, digəri 5 saata doldurur. Bunlar birlikdə eyni vaxtda qoşularsa 2 saata hansı hissəsi dolu olar? Deməli, birinci 1 böl 4, üstə gəl 1 böl 5, bərabərdir 1 bölünsün x. İndi deyir, x-i birlikdə 2 saata. Deməli, bu cəmi 2'yə vurmalıyam. Onda 2 vurulsun, mötərizənin içi 20'də 9, bərabərdir 1 bölünsün x. Bu ixtisar gedəcək 10. 9 bölünsün 10, bərabərdir 1 bölünsün x. Bizə deyir, 2 saata hansı hissəsi dolar? Deməli, dolar deyirsə, onda 9 hissəsi dolar. Boş qalar desə, onda 1 hissəsi olacaqdı. Cavab onda 9. Bu qədər dəyərli şagirdlər, mən hər birini izah elədim. Kanalıma abunə olmağı, fikirlərinizi yazmağı, paylaşmağı, dəstək olmağı unutmayın. Görüşərik, təşəkkür edirəm.